çəkdi onun qüdrəti İsa'nı göyə. Həzrəti Xətm-i Rüsul göylərə mirac eləyib, aparıb xali gözü Həzrəti Tahanı göyə. Hər nə göylərdə görüb səs var Əlinin səsidir, o səda vermiş idi höccəti ürfanı göyə. Sorsun peykəri xudadan bu sözü peyğəmbər, bu nə səsdir ki verir cilveli şayanı göyə. Mən gələn vaxtıda meyraca Əli yerdə idi, mən gələn vaxtda Əli meyraca gələndə Əli yerdə idi. Necə məndən qabaq ovç eləyib bir anı göyə. Peyğəmbər getmişdi meyraca, gördü Əlinin səsi var orada. Buyurdu, mən gələndə Əli yerdə idi, mən gələndə Əli yerdə idi. Necə oldu Əli gəldi bura? Cəbrəil ərz edib, ey sahibi iclalı nökərə, bu Əlidir ki verir halət-i ruhani göyə. Çün Əlisiz gözə bilmirlər mələklər göydə, Xaliqin əmri çəkir yerdən o Mevlaya göyə. Yer onun qədrini bilməz, onu göy yaxşı bilər. Yer onun qədrini bilməz, göy onun yaxşı qədrini bilər. O da elan eləyib natiq-i Qur'anı göyə. Aşina pərdi Əli, çünki göyün yollarına hər zaman istəsə gəlməyə imkanı göyə. İndi ey əhli vila, fəxr eləyin Mevlaya, mürtəzanı aparıb taat-i imanı göyə. Bəzi kişi fikr eləyir, əfsəl-i Əlidən İsa, çün insanı çəkib xaliq-i sübhanı göyə. Yox cəsarət nəzmə Həzrəti İsa'ya vəli, bu müsəlləmdir, aparmazdı hər insanı göyə. İstəyirəm mən deyəm əfsəldir Əli İsa'dan, deyə bilsəm gedər əhsən səsi hər anı göyə. Vardı təsbihi məgər təbib əlimdən tutsa, yazaram illəti pərvazı Məsihanı göyə. Bir tərazudur qoyulsa iki səngihi vəzə, o ki yüngüldür gedər kəffəyi mizanı göyə. Tərəzini qoysalar, iki dənə gözünə bir şey qoysa, əgər biri ağır gəlsə, biri göyə göyə. Gör şair burada neyiniyim ha? Çün Əli səngin idi vəzni tərasusunda, qaldı yerdə aparıb Həzrəti İsa'nı göyə. İmam Əlinin vəzni ağır idi, çün Əli səngin idi vəznə tərasusunda, qaldı yerdə aparıb Həzrəti İsa'nı göyə. Mürtəza nəzm olunan şeiri əgər etsə qəbul, aləmi eşqidə yerdən çəkər ihsanı göyə. Aləmə eşqi yerdən çəkər ihsanı göyə. Salavat Muhammed Zamik qardaşımızı dəvət edirik. Kərbəlayı Samik'in